Aleykümselam ve rahmetullahi ve berekatuhu. Elhamdülillah, Allah razı olsun. Yorğun düşməyin səbəblərindən biri əsasən bu hədisdə gəlir ki, şeytan insan yatmamışdan öncə, yəni yerinə gecə yatmaq istəyəndə belə və ya yatmağa başlayanda buna 3 dənə belə deyək də kəndir atır. Belə deyim, tam başa düşülsün. O sabah yuxudan ki oyanırsan, dua var. Onu deyirsən, kəndirin biri açılır. Dəstəmaz alanda ikinci açılır, namaz alanda üçüncü açılır. O duanı demədikdə də artıq həmən günü yorğun olur insan, düşkün olur, heç nəyə həvəsi olmur. O duanı nəyə mütləq nədir demək lazımdır. Elhamdülillahillezî əhyânə ba'dəmə əmətənə və aleyhin nuşur. O duanı eləyirsən, inşallah ki, nədir? Həmən günü insan nəşid olur. Yəni, cümrah olur. Onu mütləq nədir demək lazım.